Hindistanın əfsanəvi kino aktyorlarından biri olan Sanjeev Kumar haqqında məlumat. Sanjeev Kumar 1938-ci ildə Hindistanın Surat şəhərində anadan olub. O, Hind kinosunun ən çox şaxəli və istedadlı aktyorlarından biri hesab olunurdu. Karyerasına teatrda başlamışdı. Azərbaycan tamaşaçısı onu daha çox Zita və Gita filmindəki Ravi rolu ilə tanıyır. Amma onun şah əsəri olan Qisas və Qanun filmindəki Takur obrazı olmuşdur. Bu filmdən sonra Filmfare Award müsabiqəsində ən yaxşı kişi rolu nominasiyasında qalib gəlmişdir. Sanjeev Kumar həm dramatik, həm də komediya rolları ilə tanınırdı. O, karyerası ərzində bir çox nüfuzlu mükafatlar qazanmışdır. Amma Sanjeevin bəxti həyatda gətirmir. O, Hema Maliniyə aşıq olur və ona sevgisini etiraf edir. Amma Hema onun sevgisini qəbul etmir. Və bu, Sanjeevə çox pis təsir edir və Sanjeev heç bir qadınla evlənmir. Və bu dərdi ürəyinə salaraq özünə ziyan verir. Məşhur aktyor Sanjeev Kumar 1985-ci ildə ürək tutmasından vəfat edir.